Daxili audit təlimində verəcəyimiz əsas məqamlar nədən ibarət olacaq? Daxili audit şirkətin mövcud qurulmuş prosedur, prinsip və dəyərləri əsasında aparılan bir prosesdir. Əgər bir şirkətdə hansısa bir sənədləşmiş qayda, prosedur və heyətə ötürülmüş bu tip prinsiplər yoxdursa, axışlar yoxdursa, o zaman audit başdan ayağa tamamilə yararsız və ədalətsiz olacaq. Bir çox şirkətlərdə qarşılaşırıq ki, bu audit mexanizmi gələn auditorların öz düşüncələrinə görə aparılır və ona görə də bütün heyət daxilində çaxnaşmaya və narazılığa səbəb olur. Ona görə biz daxili audit təlimimizdə bu sistemli idarəçiliyin qurulmasındakı əsas tələblər nədir? Onu öyrədirik. Ondan sonra audit proqramının, planının hazırlanması, audit suallarının hazırlanma qaydası öyrədilir. Bu çox önəmlidir. Audit sualı qoyulmuş qayda və prosedurlara uyğun çıxarılmalıdır və düzgün ardıcıllıqla verilə bilməlidir. Auditorun özündə olmalı olan keyfiyyət və üstünlüklər nələr olmalıdır? Audit zamanı auditdən yayınmalar adətən hansı tipli hallarda olur və bu yayınmaları önləmək üçün nə etmək lazımdır? Audit raporu necə hazırlanmalıdır? Hansı şöbələrin auditində hansı məsələlərə toxunmalıdır? Bir çox hallarda biz bəzi təlimlərdə bu məsələləri görə bilmirik. Ona görə bunun təkmilləşdirilməsi üçün, məsələn, marketinq şöbəsində, anbar, satın-alma, planlama, HR, maliyyə, mühasibatlıq sahələrində yoxlamalar aparılarkən, prosedurların izlənə bilirliyinə baxılarkən adətən hansı tipli suallar verilməlidir? Bunları təlimlərdə praktik olaraq öyrədəcəyik və bu adını saydığımız sənədlər praktik şəkildə qarşı tərəflərə ötürüləcəkdir. Təlimin ümumi mövzusu ISO 19011 Internal Audit, daxili audit standartı əsasında formalaşdırılmışdır və yerli ekosistemimizdə, kiçik orta biznesdə rastlaşılan problemlər əsasında praktik həllər vasitəsilə tələbələrə ötürüləcəkdir.